Klubda ən çox verilən suallardan biri. Əhmədin maşını 12 litr yandırır, mənim maşınım 5 litr yandırır. Yəni bu nədən irəli gəlir? Bunun sirləri nədir? Onu bizlə paylaş. Hətta deyirlər ki, çiçeğini dəyişdim, nə bilim, babini Hər bir dəyişdim. şeyini dəyişdim, amma fərq eləmir. Farsın qanı yudum, amma xeyir olmadı. Əsas məqamı yaddan çıxardırlar. Əsas məqam nədir? Yəni, həmən o biri ki, hansı ki, deyir, məndə 8 litr işlədir, o birisi deyir, məndə 10 litr işlədir. Onların gün ərzində avtomobildən istifadə qaydası, onların tıxaclara düşmə vaxtları və yaxud da ki, hansı nə qədər tıxacda qaldı, gündəlik sürüş tərzi, gedib gəldiyi məsafə, biri qalır, məsəl üçün, Yasamalda, biri qalır mənim kimi, tutaq ki, Həzaslanovda. Mən Həzaslanovdan çıxıram iş yerimə 10 dəqiqəyə, gözümü açıb yumuram, çatıram. Açıq yoldur. Amma Yasamalda qalan bizim servisə işə gəlmək üçün bütün probkalardan keçə-keçə gəlir. İstər-istəməz bizim yanacaq sərfiyyatımızda 100-ə böləndə məndə daha az çıxacaq, onda daha çox çıxacaq. Bu amildə nəzərdə Yolun vəziyyəti ən çox rol oynayır. Həm də sürüş tərzi. Bəzi avtomobilin sürüş tərzi var. Yəni, aqressiv sürüş üstünə sadə sürüş, yəni sakit sürüş tərzi də fərqlənir. Bunu da gərək sürücülərimiz nəzərə alsın.